Zaman sürətlə keçir, gəlib yetişmişik Şəban-ı Müəzzəm ayının sonuncu cüməsinə. Allah Təbarək və Teala bu Şəban ayının keçən günlərində tutduğumuz orucları qəbul etsin, ibadətlərimizi qəbul etsin və Şəban ayının qalan günlərinin, məxsusən son günlərinin məğfirətindən və bərəkətindən bizləri binəsib etməsin. Əbu Səld Hərəvi deyir, Şəban ayının son cüməsində, bugünkü Şəban ayının son cüməsidir, Şəban ayının son cüməsində 8-ci imam, İmam-ı Riza əleyhisselamın huzuruna yetişdim. Həzrət belə buyurdu, ey Əbu Səld, Şəban ayının çoxu keçib. Şəban ayının çoxu keçib. Bax, bugün diqqət edin, Şəban ayının çoxu keçibdir. Son cüməsidir. Həzrət buyurdu, ey Əbu Səld, Şəban ayının çoxu keçibdir. Sonuncu cüməsi yetişibdir. Artıq sonuncu cüməsidir. Bu ayda etdiyin səhlənkarlığın əvəzin çıx, yerin doldur. Əbu Səldin timsalında Həzrət bizlərə buyurur. Şəban ayı ki, 20 neçə gün keçibdir, nə qədər tənbəllik etmişik, nə qədər səhlənkarlıq etmişik, nə qədər oruç tuta bilərdik, tutmamışıq, nə qədər dualar edə bilərdik, münacat oxuya bilərdik, oxumamışıq və s. axir. Həzrət buyurur ki, səhlənkarlıq gedibsiniz, bu neçə gün ki qalıbdır, o səhlənkarlığın əvəzin çıx, yerin doldur. Sənə xeyirli olan işlərə üz gətir. Faydalı, xeyirli işlər gör. Bu xütbəni Ramazan ayına hazırlıq kimi adlandırmaq olar. Bu xütbəni bu cür adlandırmaq olar ki, Ramazan ayına necə gedək? Mübarək Ramazan ayı ki qarşıda gəlir, ilahi ziyafətdir. Allah bizi qonaq qəbul edir. Bu ilahi ziyafətə nə cür hazırlaşaq? Ramazan ayına nə cür gedək? Necə hazırlaşaq? Həzrət bizə öyrədir. Çünki mübarək Ramazan ayı çox əzəmətli bir aydır ki, biz dərk eləmirik. Bütün səmavi kitablar Ramazan ayında daxil olubdur. Bütün səmavi kitablar Ramazan ayında nazil olubdur. Allahın məğfirət ayıdır, bərəkət ayıdır, Allahın öz ayıdır ki, fəqət mübarək Ramazan ayının adı Quranda gəlibdir. Allahın ziyafət ayıdır. Məhz mübarək Ramazan ayının orucu vacib buyurulubdur. Bu əzəmətli ilahi ziyafət ayına biz nə cür getməliyik? Nə cür hazırlaşmalıyıq? Həzrət buyurur, bizə öyrədir ki, mübarək Ramazan ayına necə hazırlaşırız, necə gedirsiniz? Bu ilahi ziyafətə, bu qonaqlığa nə cür getmək lazımdır? Buyurur ki, çoxlu dua elə. Birinci məsələ, nə qədər ki, Ramazan ayına vaxtımız var, neçə gün əlimizdə var, qədrin bilək, daha çox dua eləyək. Daha çox istiğfar edək, Allahdan bağışlanmaq istəyək. Tövbə edək. Çünki mübarək Ramazan ayına pak getmək lazımdır, pak daxil olmaq lazımdır. İstiğfarın və tövbənin vasitəsilə biz özümüzü günahın mənfi təsirlərindən, günahın çirkabından paklayırıq. İstiğfar bizi günahdan təmizləyir və mübarək Ramazan ayına təmiz və pak şəkildə daxil oluruq. Həzrət buyurur, çoxlu istiğfar elə, çoxlu tövbə elə, çox Qur'an tilavət elə.
Qur'anın nazil olduğu Ramazan ayı gəlir qarşıda. Biz özümüzü hazırlayırıq, daha çox tilavət eləyirik bu neçə gündə. Çoxlu Qur'an tilavət elə. Həzrət buyurur ki, Ramazan ayı yetişənə qədər özünü Allah üçün xalisləşdir. Özünü Ramazan ayına hazırla. Çox gözəl ifadədir. Mötəbər bir məclisə, konfransa, məhfilə, qonaqlığa dəvət aldıqda, indi rəsmi görüşlər var və s. İnsan neçə gün qabaq özün hazırlayır, ora hansı geyimi giyəcəyəm, nə cür hazırlaşım. Çox ciddi şəkildə görsən insan hazırlaşır. Bir halda ki, mübarək Ramazan ayında Allah bizi qonaq olaraq dəvət eləyib öz ziyafətinə, biz gərək özümüzü xalisləşdirək. Həzrət buyurur ki, özünüzü xalisləşdiriz. Bu mənəvi hazırlıqdır, zahiri hazırlıq deyil. Mənəvi hazırlıq budur ki, insan daxilən özünü paklayır, mənən özünü paklayır və xalisləşdirir, hazırlaşdırır özün. Ki, mən neçə gündən sonra Allaha qonaq gedirəm. Allah məni qonaq olaraq qəbul edəcək, dəvət eləyibdir. Bu qonaqlığa mən mənəvi nöqteyi nəzərdən hazıram ya yox? Mən nə qədər özümü Allah üçün hazırlamışam? Ümumiyyətlə, bu məfhum bir çoxlarına yaddır. Biz həyatımızı, yəni biz deyəndə əksər insanlar, özümüzə görə, Allaha görə yaşamırıq. Bir çox insanlar xalqa görə, cəmaata görə yaşayır. Allah bir ömür verib, özünə görə yaşamır ki. Cəmaat nə deyər, cəmaat nə tər danışar, nə eləyər. Bu cür yaşayırlar, bir də ömür qurtarır. Özünü Allaha həsr elə. Özünü Allah üçün hazırla. İndi mən özümə xitab eləyirəm. Allah neçə illər bizə mübarək Ramazan ayı nəsib eləyibdir. Bir tərbücür keçirmişik də. Heç olmasa bu ildən ciddi yanaşaq. Allah bizə nə qədər ömür verəcək, bundan sonra bilmirik. Amma ciddi yanaşaq məsələyə. Həzrət buyurur, özünü Ramazan ayına qədər hazırla, xalisləşdir. Boynunda olan əmanətləri qaytar. Kim sənə əmanət veribdi? Qaytar, borcun var, halallaş, möhlət al, möhləti varsa heç. Həzrət buyurur, mömindən qəlbində kin-küdurət saxlama. Kin-küdurəti qəlbindən çıxar. O qəlbdəki möminə qarşı ya. Söhbət mömindən gedir. Münafiqə qarşı yox, zalimə qarşı yox, zalimə, münafiqə qarşı biz gərək düşmən mövqeyində olaq. Söhbət mömindən gedir. Həzrət buyurur, möminə qarşı, möminin qəlbində kin-küdurət ola bilməz. Əgər varsa bu yaxşı hal deyil. Ramazan ayı gəlir. Sən o qəlbinən ki, orada iman əhlinə qarşı kin-küdurət var, necə Allaha qonaq gedə bilərsən? Allah bizi fiziki olaraq qonaq qəbul etmir. Allah bizim qəlblərimizi qonaq qəbul edir. Əl-qəlbu haramullah. Qəlblər Allahın evidir. O qəlbi ki, orada təkəbbür, həsəd, kin-küdurət, tamah və s. mənfi xislətlər varsa, Allah ora nəzər salmaz. O qəlbindən Allaha qonaq ola bilmərik. Həzrət də buyurur ki, nə qədər vaxtınız var, bu kin-küdurəti qəlbinizdən çıxardınız. Ramazan ayına gedirsiniz. Sonra buyurur ki, təqvalı olunuz. Təqvalı ol. Diqqət edin, bütün nəsihətlərdə təqva vurğulanır. Allah Qur'anda dəfələrlə bizi təqvalı olmağa dəvət edibdir.
Peyğəmbər hədislərində, imamlar hədislərində dəfələrlə bizləri təqvaya dəvət edirlər. Elə bir öyüd nəsihət yoxdur ki, orada təqvadan söz açılmasın, söz getməsin. Həzrət Ramazan ayına hazırlıqda da təqvanı vurğulayır. Təqvalı ol. Təqva nə deməkdir? Haramlardan uzaq qal. Allah nəyi qadağan eləyib, ondan çəkin, onu etmə. Allah nəyi vacib buyurubdur, onu elə. Artıq burada bəndənin seçimi yoxdur. İstədiyimi eləyərəm. Məsələn, Allah deyib ki, məsələn, 100 şey sənə haramdır eləmə. 100 məsələni. Bu oradan 10 dənəsini seçir, deyir, bunları eləmirəm, ondan qalanı eləyəcəm. Bu təqva deyir. Məsələn, Allah deyib ki, zina etmə, şərab içmə, qumar oynama. Mən bunları eləməyəcəm. Ondan qalarını heç tanımır, tanımaq da istəmir ki, Allah daha hansı şeyləri mənə qadağan eləyibdir. Onlarla heç tanış olmur və tanış olmaq da istəmir və həyatında da onları eləyir. Təqva budur. Və vacibat. Vacibat Allah nə deyir? Oruç tut, namaz qıl, mən də bunları eləyirəmdir. Məgər fəqət bunlardır? Yox. İlahi qanunlar çoxdur. Allah bir çox şeyi bizə vacib buyurubdur və bir çox şeydən bizi çəkindiribdir. Bir bəndə olaraq Allah necə istəyirsə o cür etmək lazımdır. Təəssüflər olsun ki, tarix boyu olubdur, indi də var ki, insanlar, hətta dindarlar, dindar olmayanlarla ki, işimiz yoxdur. Dindarlar var, öz istədikləri kimi dindarlıq eləyirlər. Öz istədiyin kimi yox, Allah istəyən kimi olmalıdır. Öz istədiyin kimi ibadət eləyəndə bu olur şeytanın ibadəti. İnsan belə olanda şeytanın yolun gedir. Şeytan deyirdi ki, mən istədiyim kimi ibadət edeyim. Allah əmr elədi ki, Adəmə səcdə elə. Dedi, yox, mən istədiyim kimi deyir bu. İnsan abid ola bilər. Abid odur ki, öz istədiyi kimi ibadət edir. Amma əbd budur ki, bəndə, qul budur ki, Allah istəyən kimi ibadət edir. Seçim eləmə ixtiyarı yoxdur. Qulun məgər seçim ixtiyarı var? Yox. Ağası, mövlası nə deyir, o da onu eləyir. Demir ki, yox. Sən mənə 10 şey demişdin, bu 5 dənəni eləyirəm, 5 dənəni eləmirəm. Bunu deyə bilər? Yox. Deyə bilməz. Həzrət buyurur ki, təqvalı ol. Gizlində və aşkarda Allaha təvəkkül elə. Çünki hər kəs Allaha təvəkkül edirsə, Allah ona kifayət edir. Allah ona yetər. Və mən yettəqillah yec'allahu məxraca və yerzuquhu min haythu la yahtəsib və mən yetəvəkkəl alallah fəhuvə hasbuh. Hər kəs Allaha təvəkkül eləyərsə, Allah ona yetər. Allah kifayət eləyər ona. Sonra buyurur ki, yenə də bu qalan günlərdə, bu ayın qalan günlərində çoxlu dua elə. Allahı çox səslə. Diqqət edin, Həzrət bu tapşırıqlarında 2 dəfə duanı vurğulayır. Əvvəldə buyurur ki, çoxlu dua elə. Şaban ayının son günlərində ki, Ramazan ayına hazırlaşırsan, çox dua elə. Sonda yenə buyurur. Buyurur ki, ey Əbu Səld, bu neçə gündə, Şaban ayının bu qalan neçə günündə Allahı çox səslə, çox dua elə. İmam Rıza əleyhissalam buyurur Əbu Səldə. Bu günlərdə, yəni Şaban ayının son günlərində, Ramazan ayına qədər bu sözü çox denən. Allahümmə illəm təkun ғəfərtə lənə fīmā məzə min Şəban fəxfir lənə fīmā bəqiyə min. Ey mənim Allahım, əgər Şaban ayının keçən günlərində, keçən hissələrində məni bağışlamamısan, bu qalan günlərində, bu ayın qalan hissəsində məni bağışla. Bu sözü gərək çox deyək. Ərəbisin deyə bilmirsən, öz dilində denən, Azərbaycan dilində denən. Allah Şaban ayının çoxu keçibdir. Əgər o keçən günlərdə məni bağışlamamısan, bu qalan neçə gündə məni bağışla. Ramazan ayı gəlir. İstəyirəm sənin ziyafət ayıva bağışlanmış halda daxil olam.
Həqiqətən Allah bu ayda, bu Şaban ayında, bu günlərdə Ramazan ayının ehtiramına bir çoxların cəhənnəmdən azad edir. Ramazan ayının gəlişi ehtiramına, diqqət edin. Allah Ramazan ayının ehtiramına, hörmətinə bir çoxların cəhənnəmdən azad edir. Allah Rəsuli, sevimli Peyğəmbər, aləmlərə rəhmət olan Peyğəmbər, Ramazan ayı yaxınlaşanda belə buyurardı. Subhanallah, maza təstəqbilun. Bilirsiniz nə gəlir? Subhanallah. Bilirsiniz qarşıda nə gəlir? Sahabələr soruşardılar. Vəhy gəlir, nazil olur. Ya düşmən hücum eləyir. Həzrət buyurardı ki, yox, nə vəhyidir, nə düşmən hücum eləyir. Bəlkə qarşıda Ramazan ayı gəlir. Həzrət bu cür xatırladardı insanlara. İnsanları qəflətdən ayıldardı. Subhanallah, maza təstəqbilun. O dərəcədə deyərdi insanlara bu sözü ki, insanlar düşünərdilər ki, mühüm bir xəbər Allah tərəfindən nazil olur. Ya düşmən qərardı bizə hücum eləyə. Həzrət bu cür məsələni mühüm olaraq çatdırır ki, ayılız, diqqətli oluz. Qarşıda mübarək Ramazan ayı gəlir. Yəni qədrin qiymətini bilirsiniz. Həzrət buyurur ki, bu Ramazan ayı o qədər böyük aydır ki, o qədər bu ayın zərfiyyəti, potensiyalı var ki, bütün cəmaət bu ayda bağışlana bilər. Ramazan ayının məğfirəti hamını əhatə eləyə bilər. Yenə ərz edirəm, bu xütbəni Ramazan ayına hazırlıq xütbəsi kimi adlandırmaq olar. Neyini yey? İmam Mirza əleyhissalam bizlərə bunu buyurur. Əhl-i Beytin bizə lütfi çoxdur. Kərəmi halımıza şamildir. Hər bir halda bizi düşünüblər. Hansı gündə nə cür eləyək? Ramazan ayına necə hazırlaşaq? Bizlərə buyurublar əsrlər qabaq. Və Allah Rəsuli bax bu cümə günündə, yəni Şaban ayının son cüməsində bir xutbə oxuyubdu. O xutbə Şabaniyyə xutbəsi adlanır. İllər öncə biz bu haqda danışmışıq. Çox gözəl olar ki, hər il Ramazan ayı öncəsi bu xutbə oxunsun, tərcümə olunubdur. İnternetdə tərcümələri var. Allah Rəsuli Şaban ayının son cüməsində qarşıda gələn Ramazan ayı haqqında insanlara məlumat veribdi. Ramazan ayını vəsf edibdi. Özümə və sizlərə xatırladıram ki, Ramazan ayı öncəsi o xutbəni oxuyaq. Ramazan ayı haqqında tanışlıqdır. Və bunu da ərz edeyim ki, bu Şaban ayının son 3 gününün orucun əldən verməyək. Bəli. O adamlar ki, bütün bu Şaban ayını oruç tuta bilməyiblər, bu 3 gündə, yəni axır 3 gündə, Şaban ayının son 3 günündə elə bir fəzilət var ki, gərək əlimizdən buraxmayaq. İmam Sadiq əleyhissalamdan rivayət olunur ki, hər kəs Şaban ayının son 3 günün oruç tuta və mübarək Ramazan ayına birləşdirə, Allah təbarək və teala 2 ay ardıcıl müstəhəbb orucun savabını ona inayət eləyər. Allah'ın verirəm öz izzət kərəminə bu deyilənlərə əməl etməkdə bizləri müvəffəq eyləsin. Mübarək Şaban ayının qalan günlərinin bərəkətindən, məğfirətindən bizləri binəsib etməsin. Qarşıda gələn mübarək Ramazan ayını bizlərə ruzi eyləsin. İnnə əhsənəl hədis və əbləğəl məvizən Kitabullah əzzə və cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samed. Ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuvan ahad. Sadaqallahul aliyyul azim.